Mən evimə vaxt tapmıramsa, mən nə gündə qadınam? Nə vəziyyətdə? Yox, açıq. Ev işinizi özünüz eləyirsiniz. Bəli, ev işini özüm eləyirəm. Mənim işimi kimsə görsə mənim ürəyim partlayır. Mən bu yayda açıqdan xanımlarıq da indi. Bu yayda mən sevirəm. Hə, mən sevirəm balonza belə bağlayıb, mənim leçolar, turşular, vareniyalar, yəni də. Mürəbbələr. Mən ona kimsə deyəndə ki, gəl, məsəl üçün də pomidoru yeməyə kömək edim. Deyirəm, qurban olum, əl vurmayın. Özüm eləyirəm. Özüm başına dönüm özüm. Mən bu balaca canımdan mən etmədiyim iş yoxdur. Yoldaşım hərdən əsəbləşir ki, vallahi mən balkona çıxmaq istəyirəm, ayağımı basa bilmirəm. Sən yığımısan, tökmüsən, nə olub? Deyirəm, qışda yeyəndə xoşuma gəlir, şirin verirsən. Ağız şirinlə yeyəsiniz. Yəni çox sevirəm evimə, qulluq balalarıma, həyat yoldaşıma çox sevirəm, həddindən artıq. Yəni deyirlər ki, müğəni sən necə çatdırırsan? Xeyr, mənim üçün ən müqəddəs aləmdir. Bu səhnə gözəldir. Allah bizim kanal rəhbərlərinə can sağlığı versin. Bizə lazımdır bu reklam üçün. Bizə mütləq verilişlər lazımdır. Gəlmirəm, mən o verilişə getmirəm. Heç sən lazım da deyilsən bizə, belə deyək. Amma bu səhnə ki, mən oxuyanda mənim ayağımın altında olur da. Baba. Təsəvvür elə ki, bu səhnə mən dəfələrlə demişəm, ayağımın altındadır da oxuyuram. Bu necə mənim vicdanımdan artıq ola bilər? Bir şey ki, mənim ayağımın altındadır, ayaqqabımın da altındadır. Bu mənim nə ailəmdən, nə balalarımdan, nə yoldaşımdan artıq ola bilməz. Ona görə birinci mənim üçün ailədir, balalarımdır, yoldaşımdır, sonra ifadır.